Salamlar vaxtınız xeyir olsun. Biz bugün 7-ci coğrafya dərsliyindən bölmə 6.1 və bölmə 6.2-nin ümumiləşdirici tapşırıqlar mövzusunun çalışmalarını izahına baxacağıq. Gəlin vaxtında birinci çalışma ilə baxaq. Əhalinin tələbi artımına aid düzgün ifadəni müəyyən edin. Əhalinin tələbi artımı nə deməkdir? Demişdik ki, əhalinin tələbi artımı il ərzində doğulanlar və ölənlər arasındakı fərq nə idi? Əhalinin tələbi artımı idi. Ona görə də bizdə düzgün cavab olacaq, hansı olacaq? İl boyu doğulanlar və ölənlər arasındakı fərqdir. Düzgün cavabımız olacaq 1-də C bəndi. Siz nə yazmışsınız 1-ə? Nə? Rəna, sən düz yazmışsan, Riyaz səhv yazmışsan. Yəni il boyu doğulanların əhalinin ümumi sayına fərqidir. Yəni belə bir şey yoxdur kitabda. Demişdik ki, doğulanlarla ölənlər arasındakı fərq nədir? Əhalinin tələbi artımını təşkil edir. Verilmiş ölkələrin hansında əhalinin artımı daha yüksəkdir? 2-yə nə yazmışsınız? A. Dedi axı içində ildə 850 min insan azalır, axı 850 min azalır. Burada Niger olacaq 3%-dən daha çoxdur. İllik tələb artımı 3%-dən daha çoxdur. Olacaq burada B bəndi. Rusiyadır, ABŞ-dır, bir də Çindir. Burada tələb artımı azalmağa doğru gedir. Səudi Ərəbistanda isə tələb artım yüksək olsa da Nigerdəki kimi yüksəkdir. Sonra bax 3-ə bax, dünyada şəkildəki yaşayış məntəqələrinə aid doğru fikirləri müəyyən edin. 1-də rural təsvir olunur, 2-də urban təsvir olunur. Düzdür uşaqlar. Dünya üzrə əhali əsasən birinci şəkildəki kimi yaşayış məsələlərdən cəmlənmişdir. Bəli, bu doğrudur. Yəni dünya 1-də 2. Əhali əsasən yəni birdəki kimi yox, yəni bilir ki, şəhərləşmə daha çoxdur da, yəni kəndlərdə şəhərləşmə daha çoxdur. Yəni ona görə A birə uyğun gəlməyəcək. Sonra Azərbaycanda birinci şəkildəki məntəqələrin yaşayanların sayı daha çoxdur. Azərbaycanda birinci məntəqədə yaşayanların sayı daha çox deyil. Azərbaycanda 55% insan şəhərdə yaşayır, 45% insan isə kəndlərdə yaşayır. Ona görə A, B bəndi səhvdir. Afrikada ikinci şəkildəki yaşayış məntəqələri üstünlük təşkil edir. Ruralda Afrikada əsasən demişdik ki, kitab əsas səhifə 47 olmalıdır. Orada görmüşdük ki, rural tipli yaşayış məsələləri daha çox üstünlük təşkil edir. Ona görə C bəndi burada səhvdir. Daha sonra birinci şəkildəki yaşayış məntəqələrində yaşayan əhalinin çox olduğu ölkələr kasıb ölkələrdir. Məsələn, baxaq görək. Əslində bu tam düzgün deyil. Birinci şəkildə yaşayanlar əhalinin əsasən kasıb ölkələrdir. Çünki inkişaf etmiş ölkələrdə də kənd tipli yaşayış məsələləri mövcuddur. Ona görə D səhvdir. Azərbaycanda ikinci şəkildə yaşayış məntəqələri digərlərinə nisbətən daha çoxdur. Bəli, bu doğrudur. Düzgün cavab olacaq. Əslində doğru deyil. Üzrlü sayın. Düzgün cavab burada Y bəndi olacaq. D bəndi olacaq. Çünki deyinliyə. D bəndi olacaq, Y olmayacaq. Yəni ikinci şəkildə Azərbaycanda yaşayış məntəqələri digərlərinə nisbətən daha çoxdur. Azərbaycanda demişdik ki, nə qədər şəhər var? 67 şəhər var. Düzdür uşaqlar? Düzdür. Kəndlərimizin sayısı nə qədərdir? 4260 dənə kəndimiz var. Hansı çoxdur sizdə? Kəndlərimizin sayı daha çoxdur. Ona görə düzgün cavabımız olacaq D bəndi. Birinci şəkildə yaşayan məntəqələrdə yaşayan əhalinin çox olduğu ölkələr əsasən kasıb ölkələrdir. Biz də demişik ki, əsasən rural tipli yaşayış məsələləri harada cəmlənmişdir? Afrika, bir də Asiyanın 79 şəhər, bir üzvlü sayın. Yəni 79 şəhər var, 4200-dən də çox kənd mövcuddur. Yəni yenə də kəndlərin sayı üstündür. Ona görə düzgün cavab olacaq, burada D bəndi. Sonra 4-də baxaq, xəritə sıxımda verilən rayonlar hansında məskunlaşma formaları üstündür, rural yoxsa urban. Baxaq, 1 Kəlbəcərdir, 2 Lerikdir, 3 Ağstafadır, 4 Bərdədir, 5 Xızıdır. Bunlar da təbii ki, rural üstünlük təşkil edəcək. Ona görə burada olacaq rural yaşayış tipli məskunlar olacaq. Xəritədə verilən məntəqələr ümumi olan ki, xüsusiyyəti qeyd edilir. Hər ikisində rural tipli yaşayış məskəni daha çoxdur. Əhalinin əksəriyyəti kənd təsərrüfatla məşğul olur. Dərsimiz bu qədər. Uşaqlar, izlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşəndə hələlik.